Lənkəranda avtomobil 58 yaşlı piyadanı vurub. Hadisə zamanı xəsarət alan piyadanı sürücü xəstəxanaya çatdırıb. Hadisə gecə saatlarında Köhnə Ələt-Astara magistralının 206-cı kilometrində Lənkəran rayonunun Aşağı Nüvədi kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayonunun Gərmətük qəsəbə sakini İslam Əkbərov idarə etdiyi Fiat markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən piyada Lənkəran rayon Aşağı Nüvədi kənd sakini 1968-ci il təvəllüdlü Ağgül Bağırovanı vurub. Sürücü piyadanı idarə etdiyi nəqliyyat vasitəsinə qoyaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırıb. Ağır xəsarət alan Ağgül Bağırovaya ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. Faktla bağlı araşdırma aparılır. Yok